MDB deyilən yer, nə bilim, nə, postsovet ən az maaş alan bizim millət. Deputat Aqil Abbas 3 il bundan qabaq gileylənirdi ki, bəs bizim deputatlar MDB ölkələrlə müqayisədə az maaş alır. Bu bəhanələr qısa bir müddətdə nazirlərin, deputatların, icra başçılarının maaşlarını qaldırmağına dəstək oldu və 2-3 dəfə maaşları qaldırıldı. Yaxşı, öz maaşınızı qaldırmaq üçün MDB ölkələrini nümunə gətirirsiniz. Bəs niyə demirsiniz ki, o misal gətirdiyiniz MDB ölkələrində sosial müavinat və uşaq pulu da verilir? Öz işinizə gələndə MDB ölkələrini kopyalayırsınız, amma xalqa gələndə yox. Xalq düz 20 ildir uşaq pulunun bərpasını tələb eləyir. Sizin cavabınız isə eynidir ki, biz uşaq pulu yox, sosial müavinat veririk. Siz bəs verdiyiniz bu sosial müavinatı kim ala bilir? Elə şərtlər qoymusunuz ki, bu sosial müavinatdan heç kim istifadə edə bilmir. Kimsə idarəyə bir maşın götürübsə, etibarnamə ilə sürürsə, bu adam sosial müavinat ala bilmir. Budur sizin sosial müavinat dediyiniz, xalqa etdiyiniz yardım. Düz 6 ildir veteranların 80 manat müavinatı müzakirə mövzusundadır. Amma hər il qalxacaq, artırılacaq deyə bəhanələrlə insanları ümidlə saxlayırsınız. Amma ortada dəyişən heç nə yoxdur. Deputatlara, icra başçılarına, nazirlərə minlərlə manat tapılır, amma canını ortaya qoyub bu xalqa görə, bu vətənə görə, bu dövlətə görə canını keçən insanlar üçün müavinət artırılmır. Xalqın pulu ilə dolanıb, xalqı yuxarıdan aşağı baxırsınız. Bir çıxıb deyir ki, uşaq pulu versək, xalq tənbəlləşər. Digəri deyir ki, uşaq pulu istəyənlər aptekə getsin, məsləhətini verir. Unudursunuz ki, siz bu xalqın verdiyi vergi ilə, ödədiyi cərimələrlə, ölkənin yeraltı, yerüstü sərvətləri ilə o kresloda oturub dolanırsınız. Prezident İlham Əliyev xalqdan qopardaraq maaşını qaldırdığınız o məmurlar cəmiyyəti elə bir həddə çatdırıblar ki, bu qədər ədalətsizliyin sonu gec-tez böyük bir partlayışla bitəcək. Çünki heç bir qazan sonsuza qədər qaynayıb qapağı üstündə saxlamır.